Aprel döyüşlərinin 10 illiyi və milli qəhrəman Samid İmanovun anadan olmasının 45-ci il dönümünə həsr olunmuş Zəfərə gedən yol adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri, hərbi ekspertlər, şəhid ailələri, məktəblilər iştirak etdilər. Sağ olsunlar, hər kəs bu tədbirdə öz zəhmətini oğlum Samidə halal eləsin. Oğlum Samid həmişə deyərdi ki, insan dünyaya bir dəfə gəlir, öləndə də gərəkir şərəfli öləsən. Tədbir işçilərinə öz təşəkkürümü bildirirəm, zəhmət çəkənlərə öz minnətdarlığımı bildirirəm. 2016-cı ildə aprel ayında baş verən hadisələr aprel döyüşləri kimi tarixə düşdü və bu döyüşlər Azərbaycan ordusunun gücünü, peşəkarlığını və vətənpərvərlik ruhunu dünyaya nümayiş etdirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaşasın müzəffər cənab prezidentimiz, yaşasın Azərbaycan ordusu, Azərbaycan xalqı. Şəhidlər ölməz, vətən bölünməz. Bugünkü tədbirin təşkilatçılarına da mən təşəkkürümü bildirirəm ki, həmin tarixi gənclərə ötürmək lazımdır. Həmin tarixdə qələbə qazanmış, ondan sonra qəhrəmanlıq adı almış insanları gənclərə tanıtmaq lazımdır. Onlar haqqında kitablar yazmaq lazımdır, onlar haqqında kinolar çəkmək lazımdır ki, yaddaşımızı biz möhkəmləndirməliyik və Azərbaycan xalqı da o qəhrəmanlıq göstərən insanları tanımalıdırlar.